Astarada dünən toyu olan 17 yaşlı qız ölüb. Doğru xəbər Azərbaycan APA TV istinadən xəbər verir ki, Astara rayon sakini 2008-ci il təvəllüdlü qız dünən Deqədi kəndində şadlıq saraylarının birində toyu olub. Toydan sonra özünü pis hiss edib və təcili olaraq Astara rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Qızın hamilə olduğu bildirilir. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Astarada toyundan bir saat sonra həyatını itirən 17 yaşlı əfsanə Maqsud qızı İmanova ilə bağlı bəzi məqamlar üzə çıxıb. Onun toydan sonra halı qəfil pisləşib xəstəxanaya çatdırılsa da həyatını xilas edə bilməyiblər. Məlumata görə əfsanə uzun müddət oğlan evində yaşasa da toy dünən olub. Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Xəqani Xalıbov bizim mediaya bildirib ki, toyu olan hər iki gənc Doğulu kənd sakinləridir. Onlar qeydiyyatda Astarada olsalar da ailələri ilə birlikdə Bakının Zirə qəsəbəsində yaşayır və işləyirlərmiş. Qız 7 aylıq hamilə imiş. Valideynlər bu vəziyyəti gizlətmək üçün tələsik toy ediblər. Toy oktyabrın 28-i saat 13-də başlayıb, lakin bir saat sonra qızın vəziyyəti qəfil pisləşib, o xəstəxanaya çatdırılıb. Müayinə zamanı məlum olub ki, 7 aylıq döl artıq qızın bətnində ölüb. Təəssüf ki, saat 15 radələrində qızın özü də dünyasını dəyişib. Hadisə ilə bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır. Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarə Etmə Birliyi tam açıqlama verib. Açıqlamada deyilir: Oktyabrın 28-i saat 22 radələrində 2008-ci il təvəllüdlü qadın Astara rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə gətirilib. Pasiyentə 29 həftəlik hamiləlik, ölü döl, köndələn vəziyyət, anuriya, kəskin ağciyər, ürək və böyrək çatışmazlığı, toksik, septiki şok diaqnozu təyin olunub, müalicəsi reanimasiya şöbəsində davam etdirilib və süni tənəffüs aparatına qoşulub. Göstərilən bütün reanimasyon tədbirlərə baxmayaraq saat 06:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb.